Qeyd edeyim ki, Azərbaycan Respublikasına İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın rəsmi səfəri çərçivəsində görüşlərin ardınca dərhal mətbuata birgə bəyanatla çıxış oldu və qeyd edeyim ki, çıxış əsnasında biri prezidentlər səviyyəsində olmaqla ümumilikdə 5 strateji sənədə memoranduma imza çəkildi. Həmin sənədlər iki tərəfli münasibətlərin daha da inkişaf etdirilməsini özündə ehtiva etməklə yanaşı, Xarici İşlər Nazirlikləri səviyyəsində 2025-2027-ci illər üzrə hökumətlərarası əlaqələrin inkişafına dair sənəddə yer alırdı. Bununla yanaşı İran İslam Respublikasının Mədəniyyət və İrşad Nazirliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında iki tərəfli münasibətləri daha da sıxlaşdıracaq və eyni zamanda münasibətləri inkişaf etdirməyə xidmət edəcək sənədlər imzalandı. Ümumilikdə 5 sənədin ardınca isə artıq hər iki ölkənin prezidentinin mətbuata birgə bəyanatla çıxışı oldu. Çıxış əsnasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iki tərəfli münasibətlərin qardaşlıq, dostluq səviyyəsinə qədəm qoyduğunu açıqladı və bildirdi ki, bu sənədlərin imzalanması dolayısıyla münasibətlərin özünün ən ali pilləsinə qədəm qoyduğunu ifadə edir. Azərbaycanla İran arasındakı münasibətlər təkcə qardaşlıq, dostluq kontekstindən izah edilmədi. Bildirildi ki, siyasət, mədəniyyət, elm, təhsil, iqtisadiyyat sahələrində də önəmli əməkdaşlıq bugün qeydə alınır ki, bunun da qarşıdakı perspektiv üçün daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda mədəniyyətlərarası əlaqələrin sonuncu dəfə 8 il öncə özünü mədəniyyət günləri kontekstindən göstərməsinə aydınlıq gətirildi və Prezident İlham Əliyev vurğulandı ki, sonuncu dəfə belə bir mədəniyyət gününün 8 il öncə keçirildiyini nəzərə alsaq, bundan sonraki mərhələdə münasibətlərin inkişafını da qeydə alsaq, bu isə o deməkdir ki, həmin mədəniyyət günlərini artıq yaxın perspektiv üçün də keçirmək mümkün olacaq. Eyni zamanda Bəndər Abbas şəhərində İranda baş vermiş faciə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti İranlı həmkarına başsağlığı verdi, ölənlərə rəhmət dilədi və yaralılara şəfa arzuladı. Qeyd edeyim ki, bununla əlaqədar olaraq da İran İslam Respublikası liderinin məhz bu hadisəyə rəğmən rəsmi dəvəti geri çevirməməsi və dəvəti qiymətləndirərək Azərbaycan Respublikasına səfər etməsini xüsusi həssaslıq və eləcə də diqqətlə, yüksək hörmətlə vurğuladı Prezident İlham Əliyev və bundan sonraki perspektivdə isə artıq münasibətlərin təkcə regional məsələlərin həlli istiqamətində deyil, eləcə də geniş coğrafiyalar prizmasının həllinə də inamını ifadə etdi və bildirdi ki, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının müvafiq dövlət qurumları, eləcə də nazirliklərinə bu məsələ ilə bağlı konkret həllər, hədəflər və təkliflər irəli sürülüb. Azərbaycan Respublikası Prezidentinin çıxışından dərhal sonra isə söz təbii olaraq İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyana ötürüldü və o çıxışı zamanı ümumiyyətlə Azərbaycanda olmağından kifayət qədər məmnunluq duyduğunu ifadə etdi və 31 mart tarixində Azərbaycan Respublikası Prezidentinin dəvəti əsasında bu ölkəyə səfərini xüsusilə yüksək vurğuladı və bildirdi ki, bu görüş ümumiyyətlə rəsmi Bakı ilə Tehran arasında bütün bağları daha da sıxlaşdıracaq və bundan sonraki mərhələdə rəsmi Tehran kontekstindən İran İslam Respublikasının rəsmi Bakı ilə birlikdə bütün sahələr üzrə münasibətləri genişləndirməkdə maraqlı olduğu vurğulandı və Məsud Pezeşkiyan bildirdi ki, bu münasibətlərin sıxlaşdırılması həm də yad ünsürlərin dolayısıyla bu münasibətlərə xələl gətirməməsinə də şərait yaradacaq və bu isə o deməkdir ki, hər iki tərəf dolayısıyla münasibətlərin şaxələnməsinə, eyni zamanda daha da yüksəlməsində maraqlıdırlar. Məsud Pezeşkiyan açıqlaması zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin önəminə də aydınlıq gətirdi və bildirdi ki, bugün iki tərəfli əlaqələrin daha da şaxələndirilməsi regional kommunikasiya və nəqliyyat yollarının, qovşaqlarının, eləcə də infrastrukturunun həyata keçirilməsi baxımından özünü daha qabarıq şəkildə göstərməlidir və müvafiq olaraq İranın da nazirliklərinə və dövlət qurumlarına bu məsələ ilə bağlı təlimatların verildiyini açıqladı və mətbuat konferansında çıxışının son mərhələsində isə İran prezidenti bildirdi ki, ölkəsində baş vermiş faciə ilə əlaqədar olaraq bu ölkədəki səfərini elə buradaca yekunlaşdırır və yaxın müddət ərzində onun yenidən Prezident İlham Əliyevlə görüşünün olacağına işarə etdi. Bizim çatdıracağımız məlumatlar bunlardan ibarət idi. Buyurun söz yenidən xəbər mərkəzimizdədir.